Salam, əziz tələbələr. Heç kimin üçün sir deyil ki, rus dilində 3 dənə cins var. Və bugün mən sizə cins barədə məlumat verəcəm. Birinci başlamalıyıq isimdən. İsim, kto, kim, что, nə suallarına cavab verir. İsimin 3 dənə cinsi var. Murskoy rod, kişi cinsi, женский rod, qadın cinsi və средний rod, orta cinsi. Murskoy və женский roda aid canlı və cansızlar, sredni roda aid bircə cansız. Əlbəttə ki, sual yaranır ki, biz hardan bilməliyik ki, misal üçün bu isim hansı cinsdədir? Əlbəttə ki, mən sizə bunu başa salacağım. Bütün isimlər, hansılar bitir samitə, həmişə aiddir kişi cinsinə. Misal üçün götürək söz stol, kompüter, şkaf, потолок və s. Keçdik biz i hərfinə, y hərfinə. Yəni ki, bütün isimlər, hansılar bitir i hərfinə, aiddir kişi cinsinə. Misal üçün muzey, sanatori və s. Və isimlər, hansılar bitir mərk znaka, həmçinin aiddir kişi cinsinə. Düzdür, rus qrammatikasında mərk znaka bitən isimlər iki qrupa bölünür və yarısı aiddir kişi cinsinə, yarısı aiddir qadın cinsinə. Mən çalışırım gələn dərs sizlə paylaşım ki, siz bunları əzbərləyəsiniz və biləsiniz. Keçdi женский roda. Bütün isimlər A hərfinə bitənlər aiddir qadın cinsinə. Yəni ki, canlı və cansız mən bahs edilmişdim bunu. Misal üçün mama, kniga. Sonra isimlər hansılar bitir ya hərfinə, həmçinin aid qadın cinsinə, misal üçün simya və kuxnya və isimlər hansılar bitir mərk znaka, misal üçün titrat, həmçinin aiddir qadın cinsinə. Keçdik orta cinsə. Orta cinsdə bütün isimlər hansılar bitir o hərfinə və y hərfinə aiddir orta cinsə. Misal üçün o hərfinə bitən radio, y hərfinə zdaniye. Əlbəttə ki, rus dilində var istisna sözlər, hansılar bitir A və ya hərfinə, amma aiddir kişi cinsinə. Bu belə sözlərdir. Papa, deduşka, dядя, muşina. İndi isə mən sizə göstərmək istəyirəm, necə isimlərin cinsi istifadə olunur şəxsi əvəzlərlə. Əlbəttə ki, şəxsi əvəzlər bölünür 3 qrupa və hər cins üçün mən altında qeyd eləmişəm. Mən sizə bir-bir indi onları qəşəng rus dilində izah edəcəm ki, siz bunları eşidəsiniz və düzgün variantda onları istifadə edəsiniz və deyəsiniz. Mənim, moy, maya, mayo. Moy kişi cinsinə aiddir, maya qadın cinsinə, mayo orta cinsiyyət üçün. Sənin, tvoy, tvaya, tvayo həmçinin eyni variantdadır. Onun, его, ее, bizim, nаш, naša, naše, sizin, vaş, vaša, vaše, onların, их. Rus dilində biz həmişə baxırıq isim hansı cinsdədir. Birinci biz başlayırıq kişi cinsindən, götürürük sözü stol. Bundan əvvəl mən sizə demişdim ki, bütün sözlər, hansılar bitir samitə aiddir murskoy roda. Yəni ki, fərqi yoxdur. Sən kişisən, sən qadınsan. Əgər isim kişi cinsidədirsə, onda biz əvəz formanı götürəcəyik moy. Və belə olacaq. Это мой stol. Bu mənim stolumdur. Keçdi qadın cinsinə. Buna qabaq mən demişdim sizə ki, bundan əvvəl mən sizə demişdim ki, bütün isimlər hansılar bitir A hərfinə, canlı cansız fərqi yoxdur, aiddir qadın cinsinə. Və həmçinin burada eyni variantdır. Biz baxırıq isimə, fərqi yoxdur, sən qadınsan, sən kişisən. İsim hansı cinsdədirsə, həmin biz əvəz formanı bunun üçün istifadə edirik. Kniga qadın cinsindədirsə, onda bizdə əvəz forması olacaq belə. Это моя книга.
Bu mənim kitabımdır. Keçdi orta cinsiyyət üçün. Burada eyni variantı və eyni qayda buna aiddir. Yəni ki, biz görürük ki və yadımıza salırıq ki, bundan əvvəl mən sizə demişdim ki, o hərfə bitən isimlər hamısı aiddir orta cinsə. Və burada həmçinin biz görürük ki, akno orta cinsdir və həmçinin biz əlbəttə ki, bura əvəz formasını qoyacaq orta cinsiyyətinə aiddir və olacaq это мое окно. Bu mənim pəncərəmdir. Çalışın bu temanı yaxşı başa düşmək. Ona görə ki, mən yenə də sizə deyirəm ki, bütün qrammatika rus dilində asılıdır cinsdən.